bağışlayan və mehriban Allahın adı ilə. Hücr İbni Udey. Rollarda Məhəmmədəli Keşavərz, Həbib Dehqan Nəsəb, Ənuşirəvan Ərcümənd, Cəmşid Cahanzadə, Siyavuş Təhmürəz və başqaları. Qrim üzrə rəssam Məhin Nəvidi. Bəstəkar Məcid İntizami. Rejissor assistenti Kərim Əkbəri Mübarək. Səhnə tərtibatçısı Xosrov Xorşidi. Quruluşçu operator Məziyar Pərtu. Prodüser Əmir Hüseyn Şərifi. Senari müəllifi və rejissor Tacbəxş Fənai. 11-ci hissə. Əmir Ziyad ibn Əbu Süfyan. Çıx. Zindandakıları çıxarın. Hücr İbni Udey, Əbdürrəhman İbni Hücr, Muhrəz İbni Şəhab, Xuddam İbni Həyyan, Qəbisət İbni Səmiyyə, مسلم از مهرت دارد خرسندی را ناممکن آسان شد در دشواری ها. Sizə söyləmişdim ey Kufə cəmaatı, bir daha söyləyirəm. Sözlərimi yaxşı-yaxşı dinləyib, burada olmayan qohum və tanışlarınıza çatdırın ki, hamı mənim idarəçilik qaydalarımdan xəbərdar olsun. Bir olan Allaha and olsun ki, qonşunun əvəzinə qonşuya, köçüb gedənin əvəzinə yaşayana, gizlənənin əvəzinə gizlənməyənə cəza verəcəm. Xəstənin əvəzinə isə sağlamı tutacam. Ey fitnəkar qiyamçılar!
Sizə elə bir divan tutum ki, qardaş qardaşı ayaq altında qoysun. Dostlar isə bir-birini düşmən elan eləsin. Vay olsun sizlərə! Sizin aranızda gözləri görən biri yox idi ki, körlər üçün əsa olsun? Məyər şəhərinizdə ağıllı bir adam yox idi ki, üsyanınıza mane olsun? Necə olur ki, inadkarlıq və pislik sizin uşaq və ərlərinizin bu qədər xoşuna gəlsin? Vay olsun sizə ki, kitaba əhəmiyyət vermirsiniz. Savab və əzab sizi qətiyyən maraqlandırmır. Pislikdən də əl çəkmirsiniz. Eybi yoxdur ey Küfə əhalisi. İstədiyinizi eləyin. Amma unutmayın ki, etdiklərinizin cəzasını da alacaqsınız. Bundan sonra Küfədə heç bir günahkar rahat yaşaya bilməyəcək. Fəsad və fitnə salmaq sizdən, cəza isə bizdən olacaq. İnadkarlıq və üsyan sizdən, əvəzi bizdən. Allaha and olsun ki, dediklərimə əməl eləyəcəm. Əyani olaraq gözlərinizin qarşısındadır. Görməklə ibrət almayan, eşitməklə ibrət almaz. Bu beyyət sındıran üsyançıların günahı barəsində sizin alicənablardan 40 nəfər şəhadət veriblər. Bu şəhadətnamə isə onların möhrü ilə möhürlənibdir. Sizin etibarlı və şərafətli insanlarınızın şəhadəti əsasında bu dustaqlar Allahın dinindən çıxmış və beyyətlərini sındırmışlar. Bu məktubun birinci nüsxəsi iti çaparlar vasitəsilə Əmir əl-Möminin Muaviyə ibn Əbi Süfyana göndərilmişdi ki, bu dustaqların öz cəzalarına çatması haqqında qazinin hökmünü versin. Heç şübhəniz olmasın ki, Allaha qarşı çıxan bu yolunu azmış insanlar tezliklə cəzalarını alacaqlar. Höcür ibn Üdey kendi Yəməni və gördüyünüz zəncirdə olan digər dustaqlar gərək bundan ibrət alsınlar. Ümid edirəm ki, sizin ər və uşaqlarınız sakitləşəcək. Və bunlar kimi xar və zillət içində zindana atılmayacaqlar. Bundan sonra hər kəs öz işləri ilə məşğul olsun. Və Ziyad ibn Əbi Süfyanın qılıncından amanda qalın. Ziyad! Ziyad ibn Əbu Süfyan! İslam məmləkətinin ən yaxşı cavan və kişilərini tutmusan, cəmaatı qorxutmaq üçün əsir aparmaq istəyirsən? Əvvəlki hakimlər bizi ilahi qəzəblə qorxudublar və onun insan qəzəbindən daha dəhşətli olduğunu söyləyiblər. Bizə Allahın lütfü və mərhəmətinə ümidvar olmağı öyrədiblər ki, bütün dünyanın lütfü və mərhəməti ilahinin mərhəməti yanında heç nədir. Ziyad ibn Əbu Süfyan, ibrət olaraq göstərdiyin bu insanlar bizə öyrətdilər ki, insan ruhunun səfası və rahatlığı haqq və ədaləti seçməsi ilə mümkündür. Sən insanları sustura bilərsən, amma heç vaxt güman eləmə ki, onların bu sükutu sənə olan sevgi və hörmətlərindən qaynaqlanır. Cəmaatın ürəyi əsirlərlədir, onlarla eyni fikirdədirlər. Bu kişilərin hər biri eşq, iman və mənəviyyat dünyasıdır. Batini sevincləri onların xoşbəxtliyindən xəbər verir. Sənin axtardığın rahatlıq və təskinlik hücrə və dostlarına qismət olub. Sənsə bu əməlinlə nifrətlə sükutdan başqa heç nə əldə eləməyəcəksən. Bu cəmaatın sakit çöhrələrinə bax və vücudlarında alovlanan odu heç vaxt yaddan çıxartma. Onları dərhal saraydan uzaqlaşdırın. De cəmaatı buradan uzaqlaşdırsınlar. Məmurlar, cəmaatı sarayın həyətindən çıxardın. Çıxarın, qovun onları. Geriyə, geri çəkilin. Saraydan uzaqlaşdırın. Arkaya çəkilin. Geri çəkilin. Geriyə. Çıxın buradan. Geri çəkilin. Hamı geri çəkilsin. Geri çəkilin. Yerinizə keçin. Geri çəkilin. Yerinizə keçin.
Onları darvazadan çıxarandan sonra qapıları möhkəm bağlayın. Dəməşqə yola düşürük. Hazır olun, tələsin. Çıxın və qapıları bağlayın. Öldür onu Muaviye. Öldür onu. Mən onu sənə görə tutmuşdum. Əgər sənin göndərdiyin olmasaydı, mən elə əlinin təyin elədiyi kimi qalacaqdım. Öldür onu. Bakın, eşidin ve ibret götürün. Zindanda olan üsyancılar, silahlı askerlerimizin nezareti altında Şam'a aparılırlar ki, Müslümanların halifesi Muaviye İbni Ebu Sufyan'ın huzurunda muhakeme edilip cezalarını çatsınlar. Yol verin, çekilin. Yolu boşaltın, çekilin. Eşidin ve ibret götürün. Zindanda olan üsyancılar, silahlı askerlerimizin nezareti altında Şam'a aparılırlar ki, Müslümanların halifesi yaşasın Hücr İbn Bey. 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 Sizin yaxınlarınızla xudafizləşmək üçün çox az vaxtınız var. Ondan sonra isə Küfə darvazasına qədər onları müşahidə edə bilərsiniz. Məhbuslar və məmurlardan başqa heç kəs Küfə darvazasından kənara çıxa bilməz. Kim əmri pozsa cəzası ölümdür. Salam ata. Salam oğlum. Səlma ana. İndicə buradaydı. Allah'ı unutmayın. Və heç vaxt Peyğəmbər övladlarının ətəyindən əl çəkməyin. Xudahafiz. Allah amanında. Xudahafiz əzizim. Mənə görə nigaran olmayın. Biz heç bir günah eləməmişik. Ona görə də bizi cəza gözləmir. Mənim üçün heç bir fərqi yoxdur. İstər ölüm mənim sorağıma gəlsin.
İstərsə də mən ölümün sorağına gedim. Buna şübhə eləmirəm. Əli ibn Əbu Talibin adı sənin ruhuna həkk olunub. Düzdür. Bununla fəxr eləyirəm. İnsan bir neməti əldən verməyincə, digər bir nemətə yiyələnməz. Bəs bizim qismətimiz nədir? Sizin qismətiniz çox böyük savabdır. Ətrafınıza yaxşı-yaxşı baxın. Behişt sizin qarşınızdadır. Bəs də ağladınız. Allahdan qorxun və səbirli olmağa çalışın. Niyə ağlayırsınız? İstəyirsiniz yol boyu sizi düşünərək nigaran olum? Oğlum, 10.000 dinar ehtiyatım var. Torpaq sahəmdə də əkin əkərsiz. Oradakı xurma ağaclarından məhsul götürərsiz. Ananla 2 qardaşına baxmaq sənin boynuna düşür. Mən gələnə qədər, ya da ki, həmişəlik. Ata! Bizim günahımız yoxdur. Narahat olmayın. Tezliklə dönəcəyik. Sakit ol əzizim. Mənim balam, əgər Allah Taala hər kəsi başlı başına buraxsa, elm və fəziləti ondan uzaqlaşdırar. Ağlama. Narahat olmayın. Allah köməyin olsun. Bizə böhtan atırlar. Yalançı ilə ölünün fərqi olmaz. Bizim taleyimiz Allahın əlindədir. Nə biz ona müdaxilə edə bilərik, nə də Muaviyə İbn Əbu Sufyanı. Ədaləti ayaqları altına qoyub Əli İbn Əbu Talibi təhqir elədilər. Biz nə edə bilərdik ki? And olsun Allaha, haqqa görə olmasaydı bir an belə sizdən ayrılmağa razı olmazdım. Batil yolda olmaq istəmirəm. Elə ki səni bağışlasınlar. Yala düşərək. Gedin. Tərpənin görək. Tərpənin. Ha, gedin. Ha, tez olun. Allah'ım anında. Allah sizi korusun. Sağ gidin. Allah'ım anında. Yolunuzu gözleyecek. Allah'ım anında. Allah sizi korusun. Allah'ım anında. Allah'ım anında. Eşidin cemaat. Məhbusları Kufə darvazasına qədər müşahidə elədiniz. Əgər sağ qalmaq istəyirsinizsə, onda evlərinizə qayıdın. Tez olun, tərpənin.
Yatmaq istəmirsiniz? Əlbəttə, ata. Qəm-qüssə eləməklə heç nəyə nail olmaq olmaz. Muaviyə onları öldürəcək. Buna əminəm. Niyə? Axı onların günahı nədir? Kimi öldürüblər? Beyyəti pozublar? Mal uğurlayıblar? Məscid minbərində Əliyə söyüş verməyin deyə etirazlarını bildiriblər. Məyər bu Muaviyə ilə İmam Həsən arasında bağlanan müqavilədə qeyd olunmamışdı? Axı mənə niyə acığın tutur ana? Mən də sənin qədər narahatam. Yox, mən sənə acıqlanmıram, qızım. Mən sənin atanı və dostlarını günahsız yerə əsir eləyənlərə qəzəblənirəm. Sənin hayküyün faydasızdır. Mənim məzlum və günahsız atam bir divin əlində əsir qalıb. Sənin atan Kindi və Həmdan qəbiləsinin başçılarından biridir. Bəsrə və Küfə müsəlmanları ona ehtiram göstərirlər. Kimsə onu öldürə bilməz. Bilməz. Allah eləsin ana. Gör bu ümid nə qədər şirindir. Elədir qızım. Qəzəblənməkdənsə səbirli olmaq daha yaxşıdır. Ey parıltılı ay, yüksəl və hücrün, hərb oğlu Muaviyənin yanına aparılmasına şahid ol. Hücrdən sonra zülmkarlar zülmünü artıracaqlar və yeryüzü onların xeyirxahlığına məhrum olacaq. Yağış yağmayacaq. Ey hücr, Hücr ibn Udey, guruldayan və günahsız insanları öldürməyi doğru hesab eləyən Dəməşq qocasının səni öldürəcəyindən qorxuram. Əgər sən şəhadətə qovursan, onda bu dünyada heç bir tayfa başçısı sağ qalmayacaq. Vay olsun hücürsüz dünyaya. Vay olsun həqiqəti ölümə aparıb bundan sevinən dünyaya. Vay olsun bu aləmə. Vay olsun.
Çölə, çölə, çölə! Höcür. Hücür İbn Udey, möhtərəm dəli hücür, qəhrəman hücür, inatkar hücür. Bağışla məni, Hücür İbn Udey. Sən mənim başıma gələnləri bilmirsən. Bilirsən? De görüm, bilirsən? Yox, bilmirsən. Sən möhtərəm olduğunu bilmirsən. Sən alicənabsan. Sən alicənab övladısan. Sənin soy kökün var. Bunu bilirsən? Bilmirsən. Hücür, bilmirsən. İman və eşq ondan faydalananın əsasıdır, soy köküdür. Sənə isə əziyyət verən soy kökünün olmamasından yaranan qorxudur. Deyirsən köküm yoxdur? Bəli. Köküm yoxdur, Hücür. Ata məzəmməti, ana məzəmməti, Ziyad ibn Sümeyyə, atası məlum olmayan Ziyad, atasını tanımayan Ziyad. Mənə nə Hücür? Nəyə görə mən digərlərinə görə cəza almalıyam? Mən ki, heç bir günah etməmişdim. Hələ dünyaya gəlməyənin nə günahı ola bilər? İndiki dünyadasan, bu sarayda da hökmranlıq eləyirsən. Yanlış addım atma. Mən səhv eləmirəm. İntiqam alıram. Səmadan gələn ədalətsizliyə görə intiqam alıram. Bu necə ədalətsizlikdir? Axı bu necə taledir? Səmada ədalətsizlik olmur Ziyad. Şeytan yer üzərində öz işini görür. Bəs sən dediklərimi qəbul eləyirsən? Qəbul eləyirəm. Qəbul etmişdim. İman gətirmişdim. Mən inanırdım. Əlinin sərkərdəsi idim. Hücrün yaxın dostu idim. Amma hamısını itirdim. Hamısını verdim. Etiqadı, imanı, əmanətdarlığı, əlinin sərkərdəsi olmağı və Hücrün dostluğunu. İndi isə səni ölümə doğru göndərirəm. Eşidirsən Hücr? Səni ölümə doğru yola salıram. Səndən öncə ölümə doğru yola saldığım bütün möhtərəm insanlar kimi səni də ölümə göndərdim. Və əvəzində yalancı soy kök aldım. Yalancı bir soy kökü. Əbu Süfyan oğlu Ziyad. Muaviye'nin qardaşı Ziyad. Ziyad ibni Əbu Süfyan ibni Hərb ibni Ümeyye ibni Əbdüşşəms ibni Əbdülmənaf ibni Qasi ibni Kəlab. İndi isə qarşında Ziyad ibni Əbu Süfyan. Nə olub, nə baş verib? Rədd ol! Cəld olun. Hərəkət eləyin. Tərpən! Dayanmayın. İrəli. Tərpənin görək, hə!
Səbirli ol oğlum. Tərpən! Ağlıma da gəlməzdi ki, bir gün belə olacaq. Mən də təsəvvür eləməzdim. Hər şey qəfildən dəyişdi. Bizi qarşıda nə gözləyir Xuddam ibn Həyyan? Allah bilir. Muaviyə Ziyaddan daha çox qanımıza suyub. Bizim qanımız da ucuz deyil. Əgər bizi öldürsələr, Küfə, Bəsrə və Mədinədə bir çox üsyanlar qalxacaq. Çox da arxayın olma. Qorxu və nadanlıq öz kölgəsini cəmaatın üstünə elə salıb ki, nə dünya məsləhətini anlayır, nə də öz axirətinin xeyrinə olanı. Demək ki, hər nə qədər hələ xeyli yolumuz var. Elə isə sakit olub yolumuza davam eləyin. Məncə cəmaat haqqında çox bədgümansan Xuddam. Çünki məni zəncirləyiblər. Amma Muaviyə azaddır. Bilirsən, sənin qəlbində olan niskil onun qəlbində yoxdur. Həm də ki, o öz mənafeyinə cəmaat tərəfindən xətər gələ biləcəyindən bərk qorxur. Çox çərənləməyin, tərpənin! 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 Hərəkət eləyin! Ləngiməyin, irəli! Kəsin səsinizi! Danışmaq olmaz! Tərpənin görək! Cəld olun! Az danışın! Ha! Tərpənin! Boğazınıza güc verməyin! Cəld olun! Qan. Qan. Bu qanlı gecə. Qılıncımız başlar üzərinə fırlanır və başları bədənlərdən ayırır. Onlar üçün yerə inmək fürsəti yoxdur. Xəyallarım məni qarşısı alınmaz hərəkətlərə doğru sürükləyir. Bilin ki, mən öldürməkdən daymıram. Sadəlöv çoban, hansı günahına görə öldürülmüsən? Allahın lənəti olsun mənə. Amma yox, daha bəsdir Ziyad, bəsdir. Əgər dayanmasan, özünün və övladlarının qüdrətini təhlükəyə, kasıbçılıq və zillətə atarsan. Özünə əl al, əl al, özünə əl al. Özünü ələ al. Özü də nə ilə bitəcəyi bilinməyən bu uzun və çətin gecədə. Öl hücur, sənin ölməyinlə artıq mənim rahatçılığım başlayacaq. Hardan məlumdur ki, narahatlığın başlamayacaq? Get yat. Sənin narahatlığın bütün saray əhlinə təsir eləyib. Mən də yata bilmirəm. Ən azından məni tənha qoy. Çıx get. Sən tənha deyilsən. Hücr ibn Udey səninlədir. Düzdür. Məndən əl çəkmir. Bir nəfəri göndər, karvanı geri çağırtdır. Artıq ox yaydan çıxıb. Daha ox atanın əmrlərinə baxmır. Ox hədəfinə dəyməyənə qədər hərəkətə davam eləyəcək. Yaxşı. Əlindən bir şey gəlmirsə, onda ged yat. Yuxu? Kaş bacarıydım. Sən həyatı özün çətinləşdirirsən. Belə bir zamanda bu kişini niyə öldürdün? Dəlinin biri idi. Gecənin bu vaxtında evindən kənarda yatmışdı. Yazıq onun ailəsi. Get!
Yaxşı. Sən rahat olacaqsansa mən gedirəm. Az ahlal eləyin, cəld olun. Cəld olun, tərpənin. Tərpənin! Hələ gözləyək görək. Muaviyə bizə nə edəcək? Əgər cemaat bizimle olsaydı, Əgər cəmaat Əli ilə olsaydı, eğer Həsən İbni Əli ile olsaydılar, heç birinin qədrini bilmədiyimiz üçün belə oldu. Tərpənin. Danışmayın. Görəsən hardayıq? Bilmirəm. Biraz cəld olun. Tərpənin! İrəli, tərpənin. Cəld ol. Tərpən görüm. Tərpənin! Cəld ol. Hərəkət elə. Tərpənin görək. Hərəkət elə. Sürünməyin! Nə sürünürsünüz tez? Səhərə hələ çox qalıb. Yatmaq fikrin yoxdur? Neyse yuxum gəlmir. İndi gəlib çıxarlar. Sənə kim dedi ki, bu əli qolu bağlı əsirlər artıq Dəməşqə çatırlar? Onlar hələ yolun əvvəlindədirlər. Sözümə qulaq as, get dincəl, yaxşıca yat ki, sabah onlarla rahat danışa biləsən. İlk öncə cəmaata nə deməli olduğumu düşünməliyəm. De ki, Allahın dinindən xaric olublar, vəssalam. Əlində bu qədər Küfə əyanlarının şəhadəti var. Mən də bilirəm, sən də bilirsən, digərləri də bu şəhadətnamənin yalan olduğunu bilir. Çox yaxşı. Onda imkan ver, yollarına rahat davam eləsinlər. İmkan ver Küfədə Əli şiyələrini başlarına toplasınlar.
Sonra Bəsrəyə və Mədinəyə yayılsınlar. Sonra da Hüseyn İbn Əlinin köməyi ilə bizi, yəni səni taxtdan salsınlar. Əgər dediklərindən qorxmasaydım bu dəqiqə onu azad eləyərdim. Çox yaxşı. Onda niyə narahatsan? Get dincəl. Özünü axmaqlığa vurma. Sən yaxşı bilirsən ki, bunların qanı küçə və bazarlardakı cəmaat kimi dil açıb danışır. Onların ölümündən sonra düşmənləri də əleyhimizə qalxacaqlar. Nə yaman qorxursan, qoca xəlifə. Mənim üçün maraqlıdır ki, bu kiçik ürəklə bura qədər necə gəlib çıxmısan. Hərçənd onu da bilirəm ki, mənim və mənim kimlərin ağlı sənə çox kömək eləyib. Yaxşı, tutaq ki, bu belədir. İndi o öz təklifi ilə Dəməşqə gəlir ki, ötənləri, indikiləri və gələcəkdəkiləri üzümə çırpışsın. O, məni mühakimə eləməyə gəlir. Qulaq as, dostum. İndi yolda olan o əsir karvanı üçün bir tədbir tök. Belə yorğun halda baş işləməz. Cəmi 2 saat yatım, sonra tədbir hazırdır. Ged yat. Əgər möcüzə eləyəcəksənsə, ged. Gecən xeyrə qalsın. Mən hücrə neyniyəm? Yolda olan o karvana neyniyəm? Nə Osman öldürülməyib ki, köynəyini bayraq eləyim, nə də Əşrəs İbn Qeysin kürəkənidir ki, qızını aldadaq. Əsirlər yoldadılar, mənsə öz qılıncımdan qorxuram. Kaş bu hiləgər bir tədbir tökəydi və məni bu qorxunc pərişançılıqdan xilas eləyəydi. Çarəm yoxdur. Gərək bu cadugarın hansı möcüzə ilə məni xilas edəcəyini gözləyim. İblisim müəllim, hardasan? Harda qaldı sənin böyük və həlledici hilələrin? Nə oldu? Film 2012-ci ildə Salam studiyasında dubləj olunub. Dubləjin rejissoru Emin Abbasov, rejissor assistentləri Natiq Şəkərəliyev, Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yəhyayev, inzibatçı Vaqif Aslanov, istehsalat müdiri Pərnisə Balamirzə qızı, dubləjin direktoru Emin Abbasov. Filmi dubləj etdilər Nəcibə Hüseynova, Gülnarə Zülalova, Kazım Abdullayev, Pərviz Bağırov, Pərviz Məmmədrızayev, Səməd Hətəmov, Qədir Mirzə, Rövşən Məmmədli, Vüsal Xalıqoğlu. Texniki dəstək Butafilm Kino şirkəti. Osman Rıza